Bizə desin Xuraman müəllimə, xidmət sahələri hansılardır? Xidmət sahələri kitabxanaçılıqla təhsildən başqa, ictimai iaşədir, maliyyədir, hüquqdur, səhiyyədir, sonra nəqliyyatdır, məişətdir, tərcümə, təmir, bütün bunların hamısı ictimai xidmət sahələrinə aiddir. Doğrudur. Yaxşı, ictimai iaşə dediniz. İctimai iaşə sahələri hansılardır? İctimai iaşə sahələri kafelərdir, restoranlardır. Bunlar ictimai yeməkxanalardır. Bunlar ictimai iaşə. Doğrudur. Davranış neçə cür olmalıdır müəlliməm? Davranış iki cür olur. Real davranışdır, təcrübə hərəkət vasitəsilə, bir də verbaldır, sözlə ifadə olunur. Doğrudur. Yaxşı, davranış mədəniyyətinin normalarında, deməli, ilk pillədə nə durur? İlk pillədə nəzakətlilik durur. Nəzakətlilik deyəndə nə başa düşürsünüz? Nəzakətlilik deyəndə ətrafdakı insanlara münasibətdə nəcib və davranış münasibətində. Mədəni davranış, doğrudur. Nəcib və mədəni davranış. Doğrudur. Sağ olun müəllimə. Lalizə müəllimə bizə desin. Hansı davranış normalarında idi ki, sərhəd hissini gözləmək lazım idi? Sərhəd hissi. Lalizər müəllimə eşitmədi yəqin. Lalizər müəllimə səsi bağlayıb. Zəhmət olmasa müəllimə səs açın. Açdım. Müəllimə sərhəd hissi gözləmək mərifətli işdir. Ay, sağ olun, mərifətlilikdir. Bəs sosial pillədə kimin yuxarıda, kimin aşağıda olduğunu büruzə verməmək sadəlikdir. Bəs təvəzzökarlıq nədir? Təvəzzökarlıq öz fərdi xüsusiyyətlərini qoruyub saxlamaq bacarığı, özünə xas olmayan xüsusiyyətləri sərgiləməmək, öz müsbət keyfiyyətləri ilə öyünməmək, loğalıq etməmək. Ay, sağ olun, doğrudur. Yaxşı. Hamı tərəfindən qəbul edilmiş dəyərlər çərçivəsində özünü aparmaq nədir bəs? Ədəblilik. Ədəblilikdir. Doğrudur. Etiket nədir? Etiket norma davranış qaydaları, yarlıq deməkdir. Fransız dilində tərcümədə yarlıq deməkdir. Doğru. Cəmiyyət arasında davranış qaydaları. Doğrudur müəlliməm. Yaxşı. İctimai iaşə sahələri hansılardır? Kafelər, restoranlar, yeməkxanalar ictimai iaşəyə aiddir. Doğrudur. Yaxşı. İctimai iaşə sahələrində necə oturmaq məsləhət görülür? Deməli, ictimai iaşə sahəsində qızla oğlan gedibsə, bura stol balacadırsa üzə oturmaq lazımdır. Yoxsa stol böyükdürsə, oğlan qızın sağında oturmalıdır. Doğrudur. Həm də üzü zala. Üzü zala oturmaq. Üzü zala oturmaq daha asandır. Yaxşıdır. Əgər işgüzar nahardırsa, hesabı kim verməlidir? İşgüzar nahardırsa, hesabı kim dəvət edibsə o verməlidir, dəvət edən şəxs. İşgüzar nahardırsa deyirəm ha. İşgüzar naharda hesabı yox, amma sifarişi dəvət olunan şəxs verir, amma hesabı dəvət edən şəxs verir. Yaxşı, kimin cavab variantı var? Bir var, dəvət olunanların hesabını kim verməlidir? Bir də var, işgüzar nahar. Bunları qarışdırmayın. Bunları kim aydınlaşdırar? Bircə dəqiqə. Dəvət olunanları kim dəvət edibsə o verməlidir. Ay, sağ olun. İşgüzar naharda? İşgüzar naharda dəvət olunmuş şəxs verməlidir. Yəni birinci yeməyi sifariş verirlərsə, yəni dəvət olunmuş şəxs, yəni sifariş verməlidir. Yaxşı. Deməli, nələr məsləhət görülmür ictimai iaşə sahələrində? Deməli, məsləhət görülmür, üç cəmində getmək,
Sonra stolun üstünə, masanın üzərinə çanta qoymaq, daraq qoymaq, nəsə ayrı əlavə əşya qoymaq olmaz. Yemək, üfürmək, iyirmək olmaz. Verilmiş jurnal var, baxmaq üçün, menüyə baxmaq üçün. O jurnalı, dəftəri, kitabı çox vaxt saxlamaq olmaz. Başqaları masasına boylanıb baxmaq olmaz. Doğrudur müəlliməm, doğrudur. Yaxşı. Sağ olun müəlliməm. Siz də sağ olun. Deməli, bizə desin. Lətafət müəllimə, Laləzər müəllimə qarışdırdım yadlarınızı. Deməli, indi cavab siz cavab verdiniz. Laləzər müəllimə bir dənə cavab versin. Laləzər müəllimə verdi. Müəllimə indi mən verəcəm. Lətafət müəllimə. Hə, bağışlayın da adlarınızı biraz qarışdırıram. Yaxşı. Heç nə olmaz. Lətafət müəllimə bizə desin, qənaət edilmiş vəsait nədir? Qənaət edilmiş. Hansı vəsait Vəsait. qənaət edilmiş vəsait deyirik? Yəni necə deyim də, deyəm bir dəqiqə. Deməli qənaət edilmiş vəsait ev ailənin gəlirindən, ümumi gəlirindən sərf olunmuş pullardan qənaətlə yığılmış pul kütləsidir. Ay, sağ Qənaət olun. edilmiş vəsaitdir. Tapıb deyə bilsəm. Bildim, başa çaldınız da əsas odur ki, başa düşürsünüz. Deməli, kimlər qənaət edilmiş vəsait saxlaya bilərlər? Yəni kim əldə edə bilər bunu? Hamı, yəni pullar qənaət edə bilər, qənaət edilmiş vəsait toplaya bilər. Yox, əsas burada odur ki, bunu ancaq qənaət etməyi bacaran, düzgün planlaşdırmanı düzgün quran insanlar əldə edə bilər də. Deməli, bu ailə büdcəsi ilə xərclənmək lazımdır ki, müəyyən miqdarda vəsait israf edilməmiş qalsın. Bunu da düzgün planlaşdıran şəxslər eləyə bilər. Doğru deyil müəllimə. Yəni planlaşdıran şəxslər eləyə bilər. Yəni hansı halda biz qənaət edib vəsait yığa bilərik? Onu demək istəyirəm. Hansı halda? Yəni hər deməli bunu bacaran, planlaşdıran insan eləyə bilər? Necə insanlar? Qənaət etməyi bacaran insanlar da Həmçinin deməli bu belədir ki, qaza, işığa, suya bunlara qənaət etmək lazımdır. sualımı tam başa düşmədinizə. Xuraman müəllimə izah eləsin, bir də diqqətlə dinləyin. Müəllim, aşağı siniflərdən deyirsiniz. Elə bir ki, əgər büdcədə gəlir xərcdən çoxdursa, bunun büdcənin bir qismi yığıma yönəldilir də. Bu zaman biz O başqa şeydir, o başqa şeydir. İndi gözləyin, o yığım idi. Bir dəqiqə mən izah eləyəcəm, diqqətlə dinləyin. Deməli, bu düzdür, çıxarılıb bu cümlə, bu 8-ci sinifdən, amma bu var idi. Deməli, yaşayış səviyyəsi Elədir ki, kasıblıq lazımsız pul israfından çəkinmək lazımdır da. diqqətlə qulaq asın. Deməli, yaşayış səviyyəsi kasıblıq səviyyəsindən yuxarı olan insanlar. Hələ durub hamı qənaət edib vəsait yığa bilməz ki. Gərək əlavə pulumuz qalsın ki, biz onu qənaət edilmiş vəsait kimi yığa bilək. Deməli, yaşayış səviyyəsi kasıblıq həddindən yuxarı olan insanlar. Bu sual Amma qarşınıza heç mən kitabda o cümləyə rast gəlməmişəm. onu deyirəm də mən. Deyirəm burada çıxarılıb. Amma mən izahlarda bunu qeyd eləmişəm. Deməli, yaşayış səviyyəsindən yuxarı olan, kasıblıqdan, yəni yuxarıda normal, yəni gəliri olan, əlavə pul yığa bilən insanlar qənaət eləyə bilər. Ancaq gəlirlərin qarşılayan insan, ancaq əmək haqqı ilə çalışan insan necə qənaət edib pul yığa bilər? Yəni əsas budur, bu yadınızda qalsın. Yaxşı. Deməli, Rəna müəllimə desin, daşınmaz əmlak nədir? Mənə vermədiniz axı sual. Kimdir mənə vermədiniz deyən? Lətafət müəllimə. Lətafət müəllimə. Yaxşı, daşınmaz əmlak nədir? Yaxşı, verəcəm, səbirli olun. Hamınıza verəcəm. Hə. Daşınmaz əmlak torpaq üzərində yerləşən mülkiyyətdir. Məsələn, Daşınmaz əmlak. Məsələn, ev sahələri, torpaq sahələri, istehsalat sahələri, yaşayış binaları, bunlar torpaq üzərində yerləşən mülkiyyətdir. ay sağ olun. Doğrudur. Yaxşı, biz qənaət edilmiş vəsaiti necə saxlaya bilərik? Harda saxlaya bilərik?
Elə qənaət edilmiş vəsaitin ən birinci yaxşı vasitələrindən biri daşınmaz əmlakdır. Ay, sağ Pul olun. gətirən, artan. Bu dövrdə də o qədər torpaq bahadır ki, gündən-günə də artır. Şəxsən Qəbələdə elədir. Ona görə daşınmaz əmlak ən gözəl bir yatırım vasitəsidir. Bəli. Bundan sonra deməli qiymətli materialların alınması, incəsənət əsərlərinin əldə edilməsi, qızıl əşyaları, nə bilim, sonra Antik əşyalar. antik əşyalar, yəni pul dəyəri olan məmulatlara pul yatırmaq gələcəkdə dəyər verə bilər də, arta bilər, üstünə gələ bilər. Bir də əmanət banklarını dediniz. Bir də əmanət bankları. Bəli, Evdə doğru. saxlamaqda olmaz. Əmanət banklarından həm dövlətə faydası olur, həm də özümüz üçün faydası Bəli, olur da, doğru. pulu faiz gəlir. Doğrudur müəlliməm, doğrudur. Yaxşı. Müəllimə Qəbələnin özündə yaşayırsınız? Bəli, mərkəzdə yaşayırıq. Nə gözəl, Qəbələ gözəl yerdir həqiqətən. Yaxşı. Hamımız qonaq gələrsiniz. İmtahan verək, hamımız qonaq gələrsiniz. İnşallah. Yayda fikrim var onsuz. Uşaqlar istəyir ora gəlməyi. Elə bir hər dəfə Xaldə mən üzrü sənin bağışını narahat edirəm. Keçən mən Qəbələnin Noğul Qışlaq kəndi oldum və Lətər mən bilər. Çox gözəl həqiqətən də səfalı yerdir müəllimə. Allah nəsib eləsin. Gəlini Norqışlaqdan almışam. Çox gözəl yerdir həqiqətən də Lətər müəllimə. Yəni səfalı yerdir həqiqətən müəllimə. Lətafət müəllimə gələrik inşallah. Sizə gələrik. Cəmaatınız da belə qonaqpərvərdir mən. Belə çox mehriban, qonaqpərvər cəmaatınız var həqiqətən müəllimə. Düzdür. Mən Qəbələdən müdavimlərim çoxdur. Hər il Qəbələdən müdavimlərim olur. Həqiqətən də elədilər. Çox mehribandılar, səmimidilər. Düzdür. Biz də keçən il 10 gün qaldıq. Çox gözəl yerlərdir. Şəlaləsi, 7 gözəl şəlaləsi, Noğul Qışlağı, kanatları çox gözəldir. Düzdür. Biz də keçən il yayda müəllimlərlə qrupla getdik Qəbəliyə. 7 gözəl azada getdik. Həqiqi gözəl. Quba ondan da gözəldir, düzdür. Kimdə o Qubadan olan? Quba da gözəldir. Düzdür. Qubaya getmişik amma Qəbələ biraz uzaqdır deyə bizə. Uşaqlar istəyirdi ya, deyirəm yaxşı gedərik bu il. İnşallah. Naxçıvan hamısından da gözəldir. Naxçıvana nə olur? Naxçıvan, bəli, vətənimizin hər güşəsi gözəldir, amma Naxçıvan uzaqdır. Yaxşı. Düzdür, hər yer bir. Naxçıvana gedib çıxanlarız. Düzdür, uzaqdır da indi Naxçıvan. Hər yer. Bəli, düzdür, hər yer gözəldir, amma səfalı yerlərimiz var da, həqiqətən göz oxşayan, gözəl mənzərəli rayonlarımız var. Yaxşı. Qarabağ olsa həqiqətən gözəl müəllimə. Düzdür, düzdür. Qəsrəşə də gedmişik. Lap yaxşı. Qəşəş gözəldir. İnşallah imtahandan uğurlu nəticə əldə eləyin. Gözəl istirahət eləyin, kim harda istəyir. Allah qoysun. İnşallah, inşallah. Yaxşı. Amin inşallah mən. İmtahandan kəsilsəm getməyəcəm heç hara. Yox, mənim Allah eləməsin. İmtahanda nəyə kəsilirsiniz? Siz mənim ən aktiv müdavimlərimdən birisiniz. Mən sizdən gözləntim böyükdür. Özünüzə haqsızlıq eləməyin. Yaxşı. Deməli, Lətafət müəlliməyə bir də sual verib yekunlaşdıraq, keçək digər müəllimlərə. Deməli, deyirik ki, büdcə nədir? Büdcə müəyyən zaman kəsiyində gəlirin və xərcin planlaşdırılmasıdır. Zaman kəsiyi də həftə, ay, rüb, yarım il ola bilər. Ay, sağ olun. Bu bəzən düşür. Müəllimlər çaşdırmaq sonra saat falan yazırlar. Daha diqqətlə olun. Yaxşı müəlliməm. Sağ olun. Rövşən müəllimlə davam edək. Buyurun mənə, buyurun. Müəllim, Xaldə müəllimə, Allah qismət eləsin hamımız inşallah imtahana keçək, sözünüzə qüvvət, gedək o səfalı yerlərdə istirahət edək Allahın izni müəllim. oldu müəllim, inşallah. Yaxşı olacaq inşallah. Mən yəni davamlı bəli, çalışın, hər şey yaxşı olacaq. Qənaət etməyin İnşallah, əsas prinsipi nədir? Qənaət etməyin. Mən qənaət etməli, deməli əsas prinsipi deməli müəllim. Məsələn, nağd pulla alış-veriş etmək. Yadınıza birini salın. Mən deməli nağd pulla məsələn belə deyim də mən
elə bir şey alış-veriş eləmək, sonra alış-veriş zamanı qiymətləri endirmək, sonra qidalanmada qənaət, sonra deməli istirahətə və əyləncə ayrılmış deməli xərclər. Bəli, Sonra onlara mən, nəzər salmaq, doğrudur. Bəli. Sonra mən deməli elə bir müxtəlif kino teatrlarda belə deyim də, o müxtəlif o serialları məsələn teatrlarda seyr eləmək, uyğun məsələn operatordan istifadə eləmək, sonra məsələn mən başqa məsələn mağazalardan elə bir şey xidmət sahəsində istifadə etmək. Bəli, yəni başqa Sonra, mağazalardan da lazım- istifadə etmək lazımdır da hər dəfə eyni Bəli, mağazalardan yox, endirimli deməli Bəli. məhsullardan istifadə Endirimli, eləmək. Bir də Bəli, ən bəli. əsası lazımsız heç nə almamaq. Bəli. Bəli, nə lazımdır onu lazımdır. almaq. Bəli, yəni belə deyim də, əsas vacib olan şeylər, yəni o lazım olmayana almaq lazım deyil məndə. Doğru. Yaxşı. Deməli, sosial pillədə kimin yuxarıda, kimin aşağıda olduğunu büruzə verməmək davranış mədəniyyətinin hansı normasıdır? Mən bu şey məsələn sadəlik məndə. Sadəlikdir. Yaxşı. Sadəlik. Öz xüsusiyyətləri ilə lovğalanmamaq, ədəbbazlıq etməmək. Mən bu elə bir ki, belə deyim də, mən təvazökarlıdır məndə. Təvəzzökarlıqdır. Təvazökarlıdır mən. Doğrudur. Yəni, Yaxşı. elə bir ki, təvazökar olsan, yəni insanlara təvazökarlıq göstərsən, yəni bu mənada mənim. Bəli, doğrudur. Yaxşı. Deməli, ticarət xidmətlərində, davranış və ünsiyyət mədəniyyətlərindən biz mağazalardan kimlərlə ünsiyyətdə oluruq? Mən siz elə bir şey satçı ilə, sonra kasserlə, belə deyim, sonra mən Üç kateqoriya idi də, üç kateqoriya. Bəli. Satıcı idi. Mən müxtəlif alıcılarla mənim. Kasser idi, bəli, alıcılar idi. Bəli, Doğrudur. satçı kasser və alıcılar bəli mən. Yaxşı, ictimai yaşayış sahələri deyəndə hara nəzərdə tutulur? Mən deməli yeməkxana, kafe, restoran, sonra mehmanxana, Yeməkxanalar, yeməkxana. Bəli, Kafe, restoran, Yeməkxana, yeməkxanalar nəzərdə restoran, bəli. tutulur. yeməkxana, bəli. Yaxşı. Deməli belə deməli sahələrdə necə oturmaq məsləhət görülür? Mən elə bir şey davranış qaydalarına əməl etmək lazımdır. Əgər mən belə deyim, bir qadın bir kişi gəlirsə, bir qız bir oğlan, o əgər masa mənim kiçiksə, onda üzvləri otururlar. Yox, əgər masa mənim böyüksə, onda elə bir şey oğlan qızın sağında əyləşir və üzü mənim zala Bəli, oturmaq məsləhət görülür. Doğrudur. Yaxşı. Bəli. Yaxşı müəllim, sağ olun. Sonra bizə buyurun müəllim. desin Rəna müəllimə. Bəli, müəllimə eşidirəm. Davranış neçə cür olur müəllimə? Davranış iki cür olur müəllimə. Verbal, qeyri-verbal. Verbal nədir, qeyri-verbal nədir? Verbal, Realdır, real. Real hərəkət, rəftar şəklində olur. Verbal sözlə. Düzdürmü? Düzdür müəllimə. Səhv elədim. Düzdür. Aha. Real rəftar şəklində olur, verbal isə sözlə. Doğrudur. Aha. Yaxşı. Xidmət sahələri hansılardır? Xidmət sahələri, deməli müəllimə, xidmət sahələri çoxdur. İraşədir, maliyyədir, sonra məlumatdır, ondan sonra hüquqdur, mühafizədir, sonra təmir ticarətdir və s. Doğrudur. Səhiyyədir. Yaxşı. Desəm kitabxanadır, təhsildir. Kitabxana, təhsil. Hay, Onlar yox. deyil Onlar də. yox. Yəni deyəcəksiniz ki, xeyr, bunlar deyil. Yəni qarışdırmamaq üçün mən yoxlamaq üçün Aha, sual deyil. verdim sizə. Yaxşı. İnsanların fərdi xüsusiyyətlərini aşkarlamaq və nəzərə almaq bacarığı necə adlanır? Fərdi xüsusiyyət, biz deyəsən zəriflik kimi nəzərdə tutmuşduq onu, yadda bəli. saxlamışdıq. Zərif Aha. f. Belə yadda saxlayın. Doğrudur. Yaxşı. Aha. Deməli, davranış mədəniyyəti normaları içərisində ilkin pillədə nə durur? Bütün pillədə
Nəzakətlilik deyəsən. Nəzakətlilik durur. Bəli. Nəzakətlilik özü nədir? Nəzakətlilik müəllimə, ətrafdakı insanlarla nəcib davranmaq, mədəni, nəcib Ay, davranmaqdır. sağ olun. Doğrudur müəllimə. Doğrudur. Aha. Yaxşı. Deməli, ictimai yaşayış sahələrində nələr məsləhət görülmür? İctimai yaşayış sahələrində nələr məsləhət görülmür? Bəli. Məsələn, müəllimə, biz testlərdə də yazmışdıq ki, yeməkləri üfürmək olmaz, sonra iyləmək olmaz, ondan sonra masanın üstünə əlavə şeylər qoymaq olmaz, saç daramaq olmaz, Bəli. sonra yəni ki, müştərilər tərəfə baxmaq olmaz, uzun müddət onun üstündə olan hər hansı kitab, jurnalı, qəzeti oxumaq olmaz. Bəli, yəni digər insanların hərəkətlərini Müştərilərin hərəkətlərini də izləmək olmaz. Yəni belə şeylər. doğrudur müəllimə. Yaxşı. Deməli, qənaət edilmiş vəsaiti kimlər deməli yığa bilər? Bu salı bayaq vermişdim. Görüm necə başa düşdünüz. Qənaət edilmiş, ailə başçısı yığa bilər də müəllimə. Hansı halda yığılmalıdır qənaət edilmiş vəsait? Belə deyim də sualı. Hansı halda yığılır? Əgər gəlir üstündürsə xərcdən. Bəli. Həm gəlin üstündürsə yığıla bilir. Yəni yığım deməkdir də elə qənaət edilmiş bəli. vəsait. Həm də ki yaşayış səviyyəsi kasıblıqdan yuxarıdırsa, yəni bir insanın imkanı olsun da bu qənaət Əsas etməyə. odur. Bəli. O Bəli, zaman variantlarda görəcəksiniz. Düzdür, çıxarılıb bunlar, amma yenə salırlar da çıxarılan hissələri. Yaxşı müəllimə. Büdcə nədir? Ailə büdcəsi nədir? Büdcə müəllimə, müəyyən zaman kəsiyində gəlirin, xərcin planlaşdırılması, uyğunlaşdırılmasıdır. Bir də nə dediniz müəllimə? Ailə büdcəsi nədir? Ailə büdcəsi də, yəni ailənin gəlirlərinin bir yerə toplanması. Doğrudur. Zaman kəsiyidir düzü. Nədir zaman kəsiyi? Zaman kəsiyi müəllimə, aydır, ildir, rübdür, bax bunlardır. Həftədir, ildir, Həftədir, yarım bax. ildir, yadınızda qalsın. Bəzən çaşdırmaq üçün yazırlar saatdır, dəqiqədir, Yox, bunlar yox. bəli. Ay, il, sonra rübdür. Həftədir, rübdür. Ay, sağ olun, doğrudur. Yaxşı, biz xərcləri necə azalda bilək ki, qənaət edə bilək? Müəllimə, deməli, yalnız nəqd pulla alış-veriş eləməliyik, sonra qiyməti endirməliyik, nəsə əşyalar zadalanda, sonra eyni zamanda biz demişdik ki, müəllimə, qidalanmaya da biraz qənaət eləməliyik. Bəli, bu necə olur Sonra- qidalanmaya qənaət? Necə olur müəllimə? Bəli, necə olur ki, yəni qidalanmaya, Məsələn- yoxsa necə eləyək? Qidalanmalıyıq müəllimə. Məsələn, əgər evdə yemək varsa, biz onu məsələn pul verib almamalıyıq da. Yəni evdən aparmalıyıq. Ay, sağ olun. Əlavə restoranlarda, kafelərdə, yeməkxanalarda hər Yemək dəfə olmalı. bəli gedib yemək olmaz da. Doğrudur, Aha. qənaət etməliyik. Yaxşı, deyirik ki, yeni kino filmi kinoteatrda seyr etməyə tələsməyin. Bəs necə seyr etməliyik filmləri, kinoları? Müəllimə, o olur ki, məsələn, indi müasir texnologiyanın elə bir zamanıdır ki, hər şeyi televiziyadan və yaxud da telefonla izləmək olur da, internetlə. Doğrudur. Aha. Deyirik ki, Aha. plastik kartlardan istifadə eləməyək, nağd alış-veriş edək. Niyə? Nağd alış-veriş də müəllimə bizim üçün həm sərfəlidir, həm də ki, yəni onun üstünə kart Yəni Alış-veriş plastik kart edəndə əlimizdə faiz olanda biz yəni öz büdcəmizi nizamlaya bilmirik də elə alırıq. Amma əlimizdə nağd pul olanda deyək ki, əlimizdə 200 manat pulumuz var, bilirik ki, bundan kənara çıxa bilmərik. Amma kartın limiti Bəli, bəzən çox olur. Biz daha çox Bəli. alış-veriş edirik. Yəni görürük Aha. də insan gördüklərini alır da, o hamımızda ola bilir. Ona görə bəli. həm də Bir biz də deyir ki, müəllimə, bir də deyir ki, acı mağazaya getmə. Ac insan ürəyi nə istəyir? Görürsən ki, mağazaya O da bizdir. alır. düzdür, valla Bəli, bəli. elədir. Şəxsən Bəli. elədir. Mən adi işdən gələndə, hansı mağazaya girəndə, amma qidalamaq üçün demirəm ha. Bu hər tərəfli elədir. Yox. Adi geyim mağazası olsun, insan nə görür istəyir alır. Amma sanki biraz ac getməyəndə, yorğun olmayanda insan da yəni az alış-veriş eləyir. Bunları nəzərə almaq Bilirdə lazım. nəyi alır?
Aha. Bəli, Nə bir də- almaq lazım olduğunu Bəli, bilir. nə lazımdır onu alır. Bir də qabaqcadan planlaşdırmalıyıq da, yəni siyah tutmalıyıq. Müəllimə, lazımsız heç nə almamalıyıq da. Müəllimə, Planlaşdırıb biz məsələn siyahı ilə gedirik. Nə lazımdır Hə, almaq. o mən də o deyəcəkdim elə. Bəli, o mütləqdir ki, siyahı ilə belə getmək lazımdır ki, nə Başqalarına gördü? mane olmamaq üçün, başqalarına mane olmamaq üçün, vaxtı çox itirməməkdən ötürü evdə Bəli. siyah yazıb gedirsən Aha. ki, Bəli. orada başqalarına Bəli. da mane olmayasan. Çox Bəli. vaxt İstədiyini alıb çıxırsan da. Bəli, həm də bilmirik nə almaq lazımdır. Yəni çox bir Bəli. şeylər alırıq da, həm də ona görə. Doğrudur Aha. müəllimə. Buyurun.